Bayaq internetdə belə maraqlı bir video gördüm. Deməli, oğlan marketdən bazarlıq eləyir, amma aldığı bananları tərəzidə çəkdirmək lazım olanda bananın qabığını soyub kasser qızın üstünə tulluyur ki, bəs mən bunun qabığını yeməyəcəm. Bir də qabığına görə əlavə pul ödəmiş olmayım tərəzidə. Amma kasser qız da öz növbəsində oğlan cavabını yaxşı verir. Belə ki, o da oğlanın almış olduğu yumurtaları sındırıb qabığın qırağı qoyur. Yumurtanın içini isə kroka töküb verir oğlanın əlinə. Videonun yuxarısına fikir versəz, belə bir ifadə yazıblar. Tit for tat. Bu ifadənin mənasını ola bilsin ki, artıq başa düşdünüz, amma mən də sizə deyim ki, bu tit for tat bizim dildə olan nə əkərsən, onu da biçərsən ifadəsi ilə yaxındır. Yəni eləmiş olduğun hər hansı bir hərəkətin cavabını özünə oxşar hərəkətlə geri almaq, bu yaxşı bir hərəkət ola bilər, yaxşılığa yaxşılıqla cavab verilmiş ola bilər və yaxud pisliyə də pisliklə cavab verilərsə, həmçinin tit for tat idiomunu istifadə edə bilərik. İndi gəlin bu ifadəni cümlə içində işlətməyə çalışaq. Məsələn, bir adama deyə bilərsiniz ki, instead of playing tit for tat, try to solve the problem calmly. Yəni tit for tat oynamaqdansa çalış ki, məsələni soyuqqanlıqla həll edəsən. Və yaxud the two companies kept lowering prices in a tit for tat battle. İki şirkət tit for tat bir mübarizədə, döyüşdə, yəni tit for tat edə qiymətləri durmadan aşağı salırdılar və yaxud qiymətləri aşağı salmağa davam edirdilər.